Gel. Hə, Hüseyin çox qoça oğlandı Ayvalı'dan, qonaqlarımız. Ama tembelliği de var. Tembelliği olmazsa çok güzel olur. Təbrik edirəm Hüseyin. O gün olsun məzun olasan. Ali məktəbi qəbul olasan. Oldu mu? Tembelliği asırıq. Mama lazım deyil bizə. Oldu, özümüz oxuyuruq. Mama lazım deyil. Elə şeylər bilməz mamamıza lazım olmaz. Ama dərsimizi özümüz oxuyuruq. Mamanı gözləmirik. Şabanov Hüseyin. Şabanov Hüseyin de bizim sarı oğlanımızdır. Hüseyinimiz 2 dənədir. Bu Hüseyin'i, Şabanov Hüseyin'i çağıranda hamı mənim ağzımdan gördü. Sarı Hüseyin. O biri de deyirik qara Hüseyin. Təbrik edirəm Hüseyin. Mən qoça oğlumdur. Qoça oğlanlarımdan biridir. O gün olsun məzun olasan, instituta qəbul olasan, tələbə adını qazanasan. Buyur oğlum. Mehmet Ekrem. Ekrem, yavaş Ekrem. Ekrem de benim şıltaq oğlumdur. Şıltaqdır, hem de sakitdir da mübarizə dediğim kimi. Hem sakitdir, hem şıltaqdır. Öpürəm səni Ekrem. O gün olsun məzun olasan, tələbə adını qazanasan. Gel görüm Revan. Revan da mənim qoçaq oğlumdur. Maşallah bizim uşaqlarımızın hamısı qoçaqdır. Demək olar ki sinifimizin 99% qoçaq oğlanlar, qoçaq qızlardır. Öpürəm oğlum səni. Təbrik edirəm. Böyük oğlan olasan. O gün olsa mən belə əyilməyim sizi öpəndə. Bax belə baxım sizə. Allah o günü bizə hamımıza qismət eləsin. Məzun olasan, tələbə adını qazanasan. Buyur. Cəfərov Tuncay. Tuncay. Tuncay mənim şirin dilli oğlumdur. Təbrik edirəm Tuncay. O gün olsun məzun olasan. Tələbə adını qazanasan. Buyur. Amin. Əmrah. Gəl Əmrah, mənim igid əskərim. O gün olsun, bax belə əskər olasan, məzun olasan, əskər olasan, tələbə adını qazanasan. Anan, atan, hamınızın uğurlarını görsün. Asya. Kızım, təbrik edirəm. O gün olsun məzun olasan, tələbə adını qazanasan. Kerem təbrik edirəm. Mən inanıram ki sən tələbə adını qazanacaqsan. Allah o günləri bizim hamımıza qismət eləsin görməyi. Öpürəm oğlum. Xədicə, mənim əskər qızım. Təbrik edirəm qızım. Sən mənim qoçaq qızımsan. O gün olsun məzun olasan, tələbə adını qazanasan. Buyur. Sübhan gəl. Mənim ağlayan oğlum. Oğlan ağlayan mı? Burada görür və sən niyə həmişə tez-tez köyrəlisən? Əgər izlədirsə, slaytda da köyrəlmişdi. Sözlərdə ağlayan deyil. Təbrik edirəm oğlum. Məzun olasan, tələbə adını qazanır. Vüsal. Vüsal, təbrik edirəm oğlum. O gün olsun, məzun olasan, tələbə adını qazanasan. Buyur. Bəsli ilə ana. Bəsli ana. Bacı qardaş, sinifimizin bacı qardaşı. Təbrik edirəm. Bəyəndiniz mi? Təbrik edirəm. O gün olsun məzun olasınız, tələbə adını qazanasınız. Gəlin görün. Yaraşıklı oğlanlar, dostlarım, hamız bir de oynuyor.
Eşk olsun aferin bizim gençlere. Maşallah bravo. Eşk olsun. Oh. Освещает все вокруг, я продолжаю ритмы танца. Я ничего пытаться, метаться, но методы не вошли. Туда, где заката малиновый, ты видел его, того лишь что было видно. Малиновый рай, который мы с тобой здесь обидели. Что, не малиновый его наберушить, а иди в сокей, заряжай пластинки. Эти звезды маленькие. Bravo bir almışlar gelsin böyüklerimizden bugün balaların şerefine. Ha dostlar yakın gelin görün indi kızlar yığılsın sağ taraftan, oğlanlar da yığılsın sol taraftan. İndi mənə deyin görün bugün burada ne baş verir? Ne baş verir dostlar? Bay, elə sizin bayramınıza qurban mən olum. Bu bayram günündə sındıra oynayan qızlar, hoppanıb oğlanlar, boynuzlar qurban mən olum. Dostlar, mən də bax öz adımdan deyirəm ki, Əlifba bayramınız mübarək olsun. Belə xoş illərdən xoş illərə aparsın sizi. Qoy bu məktəb illərdə 11-ci sinifədək həm sağlam, həm cümlə, ən əsası da analı atalı apar. Bax, indi institut illərinə qədəm qoysun. Amin deyək dostlar. Əla oxuyursunuz? Yoxluyum sizi. Müəllimə, bunlar saya bilir. Başlayaq da onda. Bu neçədir dostlar? Müəllimə, bunlara 5 düşürür də quyruqlusundan. Bu neçədir? Ay, sağ ol. Bəs yaxşı, indi mənə deyin görüm, yaşadığımız vətən haradır? Ay maşallah, aferin. Bəs paytaxtımız haradır? Bizim yaşadığımız şəhər hansıdır?
Halaldır, əla oxuyursun. İndi mənə deyin görüm, kim vətənini çox istəyir? Bəs kim anasını çox istəyir? Kim atasını çox istəyir? Kim müəlliməsini çox istəmir? Bu il gələn 100% müəllimə sizə qoyuluqlu 5 qoyacaq. Bu il keçdi daha, buraxılış etdi. İlk addımlarınız bir daha dostlar, əlbəttə ki bu bir zarafatdır. İlk addımlarınız mübarək olsun. İnşallah gün o gün olsun ki səsləriniz institutlardan gəlsin. Allah can sağlığı versin. Valideynlərinizə deyirik, gözəl müəlliməmizə, gözünüz aydın olsun. Aydın olsun. Ey valideynlər, əziz müəllim, bugün bu birincilər birincini qutarın. Gün o gün olsun belə 11 illiyi qutarsın. Bir daha amin deyək dostlar. Müəlliməmizə də təşəkkür edirik. Evdə bir uşaqla hazırlaşmaq çox çətindir. Görün bu müəllimə nə qədər əziyyət çəkir. Bu boyda uşağa bir 20 dənə uşağa ana sözü, ata sözü öyrədildi. Bir daha təşəkkür edirik. Bayramımız mübarək olsun müəllimə. Müəlliməmiz təbrik edir, yəqin ki, yenə təbrik etmək istəyir. Buyur müəllimə. Bir müəllimənin ən böyük arzusu nə ola bilər ki? İnanın mənə səmimiyyətimə inanın. Ürəklə deyirəm. Mən şagirdlərimin gələcəkdə görəndə ki, ali məktəblərdə oxuyurlar, səsi yüksək yerlərdən gəlir. Mən çox sevinirəm. O qədər sevinirəm ki, qənətlərim olsa uçaram. Mənim şagirdim, Türkiyədə oxuyan şagirdlərim var. Onları mən görürəm, fəxr edirəm onlarla. Mənə bayramlarda zəng edib, ana deyə müraciət edən şagirdlərim var ki, artıq məzun olublar. Bax, bunlar hamısı mənə o qədər elə bilin ki, ömrümü uzanır. Mənim 23 il stajım var. Yəni, bu 23 ildə mənim indi nə qədər şagirdlərim olubdur. Mən arz eləyirəm ki, mənim şagirdlərimin hətta birinin anasına da mən dərs keçmişəm, İlahənin. İndi onun evladına da dərs keçirəm. O gün olsun ki, mən bunların evladlarına da dərs keçirdim. O gün olsun ki, bu uşaqlar əllərindən, öz evladlarının əllərindən tutub, öz oxuduqları sinifə gətirsinlər. Və Allah o günləri görməyi bizə nəsib eləsin. Hamısının səsi ali məktəblərdən gəlsin. Hamısının xoş sədalarını eşidir. Yaxşı yerlərdə adları çəkilsin. Ali nə arzu yerlərdir? Ən xoş arzuları mən bu balalarıma arzuluyum. Öz evlatlarıma nə arzuluyuramsa, bunlara da onu arzuluyum. Biz də təşəkkür edirik. Qarşınızda baş yayılır müəllimə. İnşallah əməyiniz yerdə qalmaz. Bir daha dostlar deyirik, bayramımız kim şeir bilir? Bir dənə uşaqlardan hansı bilir? Dostum. Adın nə dostum? Hüsam. Sən şeir bilirsən? Şeir? O atarım ben. Bu nereden insan okuyacaktı? Yaxşı. Bir gözəl musiki gəlsin. Bax, gözəl balalarla bir yerdə rəqs eləyək. Sonra Dar günümde, hoş günümde
Çak.